BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası dayanıqlı inkişafın irəliləməsi, eləcə də regional bağlantıların, ticarətin və iqtisadi əməkdaşlığın asanlaşdırılmasında olduqca mühüm rol oynayan BMT-nin ən geniş və təsirli regional platformalarından biri olaraq qalır. Azərbaycan xüsusən də multilateralizmin gücləndirilməsinə ehtiyac duyulduğu vaxtda bu mühüm işə töhfə verməkdən məmnundur. Bu fikirlər Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciətində yer alıb. Görüşümüz artan qlobal qeyri-müəyyənlik dövründə baş tutur. Yüksələn geosiyasi gərginlik və genişlənən münaqişələr, beynəlxalq sülh və təhlükəsizliyin həssaslığını, o cümlədən 10 illiklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır. Bu xüsusda Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə özünün sarsılmaz sadiqliyini bir daha vurğulayır. 2021-ci ildə bu mötəbər qurumda ilk dəfə çıxış etdikdən sonra Cənubi Qafqazda dərin transformasiya baş vermişdi. Azərbaycan özünün suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş, Ermənistanla sülh gündəliyinə başlamışdı. Ötən ilin avqustunda Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın ev sahibliyi ilə keçirilmiş Vaşinqton zirvə görüşündə Azərbaycanla Ermənistan arasında normallaşmada tarixi irəliləyiş əldə olunub. Bugün biz sülhün bəhrəsinin şahidiyik. Azərbaycan ilə Ermənistan arasında ticarət münasibətləri başlamışdı və hazırda Azərbaycan Ermənistan üçün tranzit çıxışına şərait yaradır. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimadın qurulmasına töhfə verir. Eyni zamanda Azərbaycan işğal zamanı tam dağıdılmış və azad edilmiş ərazilərdə unikal və geniş miqyaslı yenidən qurma layihələrini həyata keçirir. Böyük qayıdış proqramı uğurla icra olunur. 80 mindən artıq insan öz həyatını yenidən qurmaq, doğma yurtlarına qovuşmaq, təhsil almaq və işləmək məqsədi ilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə qayıtmışlar. Bununla belə minalar humanitar və inkişaf sahələrində ciddi təhdid olaraq qalır. Asiya və Sakit Okean üzrə komissiyanın əhatə dairəsində olan bir sıra ölkələrdə də mövcud olan mina problemi bu sahədə geniş beynəlxalq əməkdaşlığı zəruri edir. 2020-ci ildə münaqişə başa çatdıqdan sonra 400-dən artıq azərbaycanlı mülki şəxs mina partlayışları nəticəsində həyatını itirmiş və yaralanmışlar. Prezident İlham Əliyev həmçinin qeyd edib ki, Azərbaycan inklüziv və dayanıqlı inkişafı davam etdirir. Son 2-10 illik ərzində ölkə iqtisadiyyatı təxminən 4 dəfə artıb. Yoxsulluq və işsizlik isə təqribən 5% səviyyəsinə düşüb. Sosial müdafiə və infrastruktur sahəsində böyük sərmayələr hazırda sayı 10 milyonu keçmiş əhalimizin rifahını yaxşılaşdırıb. Azərbaycan BMT-nin 2030-cu il gündəliyini milli inkişaf strategiyalarına daxil edərək yoxsulluğun azaldılması, təhsil və səhiyyə sahələrində nailiyyətlər qazanaraq heç kəsi diqqətdən kənarda qoymamaq prinsipinə qəti şəkildə sadiq çıxdığımızı əks etdirən könüllü milli hesabatlarını dövrü olaraq təqdim edərək dayanıqlı inkişaf məqsədlərinin icrasında böyük tərəqqi əldə edib. Prezident həmçinin əlavə edib ki, Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir. Zəngəzur dəhlizi Asiyanı Avropa ilə birləşdirərək Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın prioritetləri ilə tam uyğun şəkildə daha geniş nəqliyyat, enerji və rəqəmsal şəbəkələrə töhfə verərək regional bağlantıları daha da artıracaq. Azərbaycan sabit və şaxələndirilmiş enerji təchizatına töhfə verərək müxtəlif bölgələrdə enerji təhlükəsizliyinin təminatçısı kimi öz etibarlı rolunu oynamaqda davam edir. Ölkə başçısı vurğulayıb ki, münaqişənin başa çatması Azərbaycanın beynəlxalq səylərinin genişləndirilməsi üçün də yeni imkanları yaradıb. Azərbaycanın Türk Dövlətləri Təşkilatında və Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirədə sədrliyi, onun D8 İqtisadi Əməkdaşlıq üzrə təşkilata Mərkəzi Asiyada dövlət başçılarının məşvərətçi görüşlərinə qəbul olunması və COP29 tədbirinə uğurla ev sahibliyi beynəlxalq ictimaiyyətin Azərbaycanın xarici siyasətinə artan etimadının təzahürüdür.